Hər kəs salam dostlar, sizləri Sekodex kanalından salamlayıram. Bu günləri Java'da ikinci dərsimizdir. Bu dərsimizin də sillabusu gördüyünüz kimi bu mövzuları əhatə etmiş olur. Əsasən bu mövzuda biz danışacağıq Java'nın sintaksisindən. Başlayaq elə başlayın. Gördüyünüz kimi burada hərf böyüklüyü və kiçikliyindən danışıb. Yəni Java case sensitive-dir. Yəni bu o deməkdir ki, Java'da biz hər hansı bir məsələn dəyişən yaradırıq. Bu dəyişənin adının böyük hərflərlə və ya da kiçik hərflərlə olması artıq bu dəyişəni fərqləndirir. Yəni məsələn bir dəyişənin adı böyükdürsə, digərinin adı kiçikdirsə, bunlar artıq iki fərqli dəyişən kimi sayılmış olur. Bu yəni kiçik bir qeyddir ki, bunu unutmayasınız. Burada böyük kiçik yazmaq böyük bir dəyişikliklərə səbəb ola bilər. Daha sonra biz danışaq burada görürsünüz kimi sinif class. Sinif nədir? Hər bir Java tətbiqində mütləq bir sinif olmalıdır. İndi isə biz bu yana çevirsək, burada daha yaxşı izahla sizə classın nə olduğunu izah etməyə çalışaram. Class odur ki, məsələn bizim bir maşın adlı bir klassımız var. Bu maşın klassının daxilində nə olacaq? Maşın klassı odur ki, bu bütün maşınlara xas olan xüsusiyyətləri özündə saxlayan bir, belə deyək, blueprintdir və ya da strukturdur, belə deyək də, bütün maşınlardakı xüsusiyyətləri özündə saxlayan bir hissədir. Hansı ki, biz bu hissəyə baxdıqda, bu hissədə bütün maşınlarda ola biləcək xüsusiyyətlərin adları var. Xüsusiyyətlərin dəyərləri yoxdur. Çünki xüsusiyyətlərin dəyərləri hər bir maşına görə müxtəlifdir. Burada maşınlar obyekt sayılır, lakin bu maşınları cəmləşdirən, yəni bütün özəlliklərin bir yerdə toplumu isə klass adlanır. Məsələn, elə bura nəzər salsaq, gördüyünüz kimi bizim bu bir maşın klassıdır və maşın klassının içərisində atributlar, yəni deyək, fieldlər var. Fieldlər nədir? Yəni maşının sahib ola biləcəyi dəyərlər. Məsələn, bir maşının rəngi ola bilər, modeli ola bilər, ili ola bilər. Bu bunun fieldləri, yəni atributları sayılır. Daha sonra burada metodlar ola bilər. Brake, accelerate, turn. Yəni maşın məsəl üçün qazı artıra bilər, tormozu verə bilər, dönə bilər. Bu üzə artıq metodlar adlanır. Birincisi bunun fieldləri idi, yəni obyekt, yəni belə deyək, atributları idi. İkincisi isə maşının eləyə biləcəyi hərəkətlər, məsələn belə deyək, metodlardır. Yəni klassın daxilində var bütün maşınların edə biləcəyi xüsusiyyətlər. Lakin biz bu xüsusiyyətləri daha da xüsusiləşdirib, məsələn, buna bir color veririk, qırmızıdır, model veririk, məsəl üçün Toyota Camry-dir, ilin də veririk 2019. Artıq bu oldu xüsusi bir maşın və bu xüsusi bir maşın adlanır obyekt. Biz bu maşın klassımızdan yaratdıq bu xüsusi maşın olan obyekti. Yəni bu oldu artıq obyekt və bu obyektin də özünün içərisində bu metodlar mövcud olur ki, hansı ki bunlardan istifadə etmək mümkün olur. Təbii ki, biz bunu gələcəkdə praktika elədikcə daha yaxşı anlayacaqsınız. Lakin ilkin nəzəriyyə olaraq bunu bilməyimiz yaxşıdır. Biz Java'da bir klassa nəzər salsaq, məsələn, burada bizim əlimizdə bir klass var. Public class main. Bu bizim main klassımızdır. Bu istənilən Java proyektində olur. Və bu main klassımızın içərisində gördüyünüz kimi belə bir hissələr mövcuddur. Bunların təbii ki, hər birini ayrı-ayrılıqda sizə izah eləyəcəm. İlk öncə mən baxmaq istəyirəm bu public class main hissəsinə. Bu bir klassı yaratmaq üçün istifadə olunan hissədir. Burada var public, class və main. Class hissəsi təbii ki, bu yuxarıda dediyim nəzəriyyədir. Yəni bunun class olduğunu bildirmək üçün bura class yazırıq. Main yazılmış hissə isə bunun adıdır. Biz bura main yox, başqa bir şeylər də yaza bilərik. Yəni hər bir klassın özünün adı olur və bu adı siz qoyursunuz təbii ki. Public hissəsi isə access modifierdir. Bu nə deməkdir? Gəlin buna kiçik bir izah verək. Burada şəkillə mən sizə göstərə bilərəm. Access modifier odur ki, yəni bizim bu klassımızı kimlər istifadə edə bilər? Hansı digər klasslar istifadə edə bilər? Və yaxud da bizim bu klassımıza hardan erişim oluna bilər? Bunu bildirir. Burada gördüyünüz kimi public, protected, package və private metod nədir? Keywordləri var. Hansı ki biz bunları daha detallı, yəni praktiki olaraq görəcəyik Open Inheritance dərsində. Bu dərsin daxilində biz bu keywordlərin nə işə yaradıqlarını praktiki olaraq görmüş olacağıq. Hələ ki biz bu Open-i keçmədiyimizə görə mən bunları praktiki olaraq izah edə bilməyəcəm. Sadəcə nəzərə olaraq deyim ki, public odur ki, bizim bu klassımız və yaxud da məsələn bizim bu metodumuz bizim proyektimiz daxilində istənilən bir klass tərəfindən götürülüb istifadə oluna bilər. Protected odur ki, məsələn bizim car adlı bir klassımız var. Bu öz package-inin daxilində istənilən yerdə istifadə oluna bilər.
və ondan miras almış, yəni onun subklassları da bu metodlara istifadə edə bilər. Private odur ki, private, yəni burada gördüyünüz yuxarıdakı, yalnız bu metod, məsələn, bir klassın altında private yazılıbsa, bu yalnız bu klassın içərisində istifadə oluna biləcək bir metoddur. Bu onu bildirir. Package isə eyni package'in altında olan metodlar. Yenə dediyim kimi, inheritance dərsində biz bunu çox geniş bir şəkildə öyrənmiş olacağıq. Daha sonra biz burada baxsaq, burada var methods, yəni metodlar, sinifin daxilindəki funksiyalar, rutinlərdir. Java proqramının başlanğıc nöqtəsi main metodudur. Yəni biz bura nəzər salsaq, görürsünüz ki, burada main metodu var, hansı ki bu başlanğıc nöqtəni göstərmiş olur. Yəni bundan başlayaraq bizim proyektimiz işə düşmüş olur. Biz burada nəzər salsaq, məsələn, metodlardan aşağıdakı bir metod yaratmışam mən burada. Hello World metodu. Bu metod nə iş görür? Bu metod ekrana, yəni konsola Hello World yazısını çap eləmiş olur. Gördüyünüz kimi bu hissədə. Eləcə bu metodun içərisində nəzər salsa, burada da public, yəni access modifierimiz mövcuddur. Static void hello world. Bu statiki daha yaxşı gələcəkdə izah edəcəm, lakin bu dərsin mövzusu deyil. Void bu hissəyə nəzər salsa, bu isə metodun strukturuna baxdıqda bu metodun tipini bildirən bir hissədir. İndi mən sizə tiplər haqqında danışdığımız zaman siz aydın olacaq ki, bizim hansı cür tiplərimiz var və bu metodun da tipi bu hissədə yazılır. Yəni metod nə tipindədir, bu yazılır burada. Təbii ki, tipləri keçən zaman sizə daha aydın olacaq ki, tip nə deməkdir. Hello world, yəni bu isə metodun adıdır. Necə ki, burada mən sizə göstərdim ki, main classın adı burada yazılır, main. Eləcə də metodun adı burada yazılır. Daha sonra burada gördüyünüz kimi klassdan fərqli olaraq bir dənə də mötərizə var. Bu mötərizə nəyi bildirir? Bu mötərizə bildirir ki, bu metod nə tələb edir səndən? Yəni məsələn biz burada deyə bilərik ki, bizə metodumuzun daxilində bir bizə dəyişən ver və yaxud da obyekti ver, nəysə ver. Yəni əgər nəysə ehtiyacımız varsa, bu hissədə mötərizənin daxilində bunu yazırıq ki, bizə bunu ver. Daha sonra biz bura nəzər yetirsək, bizim burada dəyişənlərimiz var və dəyişənlərin tipləri var. Dəyişənlərin tipləri barədə ya bu videoda, ya da bu video uzun olarsa isə digər videomuzda sizə daha geniş izah eləmiş olacağam. Bizim bu metodumuz idi. Bunda dediyi hissə metod nə idi? Təbii ki, metod bu hissədə maşının action olan hissələrini bildirən hissələri yazmaqkən biz bunu metodlar olaraq adlandırırıq. Yəni məsələn tormozdur, accelerator, turndur, yəni döndərməkdir. Bunlar hamısı metod adlanır. Lakin maşının belə deyək, rəngidir, ilidir, modelidir. Bunlar isə field, yəni atributlar adlanmış olur. Məsələn, nəzərə olaraqsa, yəni burada atribut deyil, amma yenə demək istəyirəm. Məsələn, number burada bir dəyişəndir, bunu bizə atributdur. Ancaq bu bir hello world bir metoddur, bu isə yəni atribut deyil, bu metoddur. Sonra biz nəzər salsaq, burada bizim statementlər, yəni statement odur ki, Java'da biz nə isə yazmışıqsa, bunu sonlandırmaq üçün adətən nöqtə vergüldən istifadə olunur. Bunu bildirir sadəcə. Şərhlər, yəni kommentlər. Kommentlər nə üçündür? Məsələn, 2 nəfər eyni anda kod yazır və fərqli bir, belə deyək, çətin bir kod yazırlar. Bu zaman biri digərinə mesaj vermək istəyirsə, bunun zaman kommentlərdən istifadə edilir. Məsəl üçün, biz kommenti verə bilərik bu şəkildə. 2 xətlə komment. 2 slashla komment yazdığımız zaman bu yalnız bir sətirdən ibarət olur. Biz buraya ikinci sətri əlavə edəsək, bu artıq komment olaraq görünməyəcək. Yalnız bir sətir komment yazacaqsınızsa, burada istifadə edirik 2 dənə slashdən. Yox, biz multi-line comment, yəni 3, məsələn, burada 3 sətirdən istifadə olunan bir kommentdir. Bunu yazacaqsa, biz slash ulduz, daha sonra isə ulduz yəni ulduz slash yenidən qoyaraq bunun daxilində biz multi-line comment yaza bilərik ki, və yaxud da məsələn biz kodu yazmışıq, bir ildən sonra kodumuza baxırıq, kodu başa düşmürük. Ancaq biz burada comment yazmış olsaydıq, bilərdik ki, mən bu məsələn bu metodu buna görə istifadə edirəm. Bunlar da bizim kommentlərimiz adlanmış olur. Beləcə dərs 2-nin ilkin hissəsindən danışdıq və mən istəyirəm biz danışaq yenidən tiplərdən ki, bəs bu tiplər nədir? İndi isə sizlərə data tiplərdən, yəni bayaqlar dediyim kimi təbii ki, bir metodun tipi var idi, bir dəyişənin tipi var idi. Bu tiplərdən kiçik bir məlumat verim ki, təbii ki, biz bu dərslərimiz davam edəcək tipləri daha yaxşı anlamış olacağıq, lakin yenə də sizə məlumat verək. Gördüyünüz kimi qarşımızda primitiv və referans tipləri mövcuddur. Primitiv və referans tiplərinin ilkin fərqindən danışsam sizlərə, bu əsasən yaddaşla bağlı bir fərqdir. Bunu da yaddaşı daha geniş izah edədiyimiz zaman bunları görəcəksiniz. Lakin indi deyim ki, yaddaşımızı belə düşünək ki, 2 hissəyə bölünür. Stack və heap. Və bizim bu primitiv tiplərimiz düşür stackə, referans tiplərimiz isə düşür heapə.
Bu stack və heap'in fərqləri isə bir ayrı mövzunun dərsidir. Lakin mən ilkin nəzəriyyə olaraq dedim ki, ağlınızda olsun. Başlıca tiplərdən bizim var boolean tipimiz. Boolean tipi içərisində 2 ədəd dəyişən saxlaya bilər. True və yaxud da false. Bu bizə məsələn nə isə ifadə etmək üçün, nə isə doğruluğunu yoxlamaq üçün istifadə edə bilərik. Məsələn deyərik ki, get bu ID ilə məsələn kimsə tap. Tapdısa true qaytarsın, tapmadısa false qaytarsın. Və yaxud da soruşa bilərik ki, bu cütdürmü? Cütdürsə true qaytar, cüt deyilsə false qaytar. Daha sonra biz bundan istifadə edərik, başa düşəcəyik ki, deməli bu true idisə, deməli doğrudur, false-sa false-dur. Yəni boolean tipi bizə 2 ədəd seçim şansı verir. Daha sonra biz danışaq byte tipindən. Byte tipi tam ədədləri ifadə eləyir, lakin çox kiçik ölçüdədir. 8 bitlik bir ölçüdədir. 8 bitlik nə deməkdir? Yəni bu 2/8/1 və ya 2/7/1 qədər olan rəqəmləri özündə saxlamış olur. Bundan o tərəfə çıxdığımız zaman artıq byte yaramayacaq. Sonra short tipi də eyni ilə tam ədədlər üçündür, lakin bu 16 bitlik yer verir. Int tipi də eyni ilə tam ədədlər üçündür, lakin bu 32 bit verir. Biz ən çox deməli burada int istifadə edirik, lakin bunların ümumiyyətlə istifadəsi bizdə kodda bir çox belə deyim, məsələn, yerə qənaət etmək üçün keyfiyyəti artırmaq üçün istifadə oluna bilər. Long tipi də integer və ya da short və ya da byte tipi kimi tam ədədləri özündə ifadə eləyir və lakin bu bizə daha geniş bir seçim imkanı verir ki, bunlar, yəni bu rəqəmlərdən istifadə edə bilərik. Rəqəmlərin belə deyim, içərisindəki ədədin içərisindəki rəqəm sayı artmış olur hər dəfə bunları deməli bir-bir düşdükcə. Double tipi isə məsələn 19,2 yazan zaman isə double-dan istifadə olunur. Eləcə də float bu double tipinin 19,2 deyirik. Məsələn, burada yenə də rəqəm sayıları böyüdükcə float bunun biraz aşağı versiyasıdır. Double daha böyük ədədləri özündə saxlaya bilir, amma float nisbətən daha az kiçik ədədləri özündə saxlayır. Char tipində isə simvollar, rəqəmlər, hərflər, bir çox yazı, yəni bir çox deməli simvolları biz görə bilərik. Təbii ki, bunları biz gələcəkdə daha dəqiq öyrənmiş olacağıq. Referans tiplər isə, yəni bu primitiv tiplərin hər birində referans tipləri mövcuddur. Bunlar da eyni qaydada olur, lakin bunların yaddaş həcmi bir qədər fərqlənir bunlardan. Bu artıq dəyişən bir prosedurdur. Yəni dediyim kimi bunlar əsasən yaddaş həcmlərinə görə və ya da hansı yaddaşda tutduqları yerə görə fərqlənmiş olurlar. Və beləcə bizim bu dərsimizi sona çatdırmış olduq. Əgər sizə maraqlıdırsa abunə olub like atmağı unutmayın. Kommentlərdə də bunu bildirsəz sevinərik. Sağ olun, salamat qalın.